Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə MHM-lə mövzular arası əlaqənin davamına baxacaq. Videonu izləyənlərdən xahiş edirəm ki, razılaşmadığınız məqamlar olarsa, rəy bölməsinə yazın. Xüsusilə sintaktik təhlildə ola bilər ki, müəyyən səbəblərdən səhvə yol vermiş ola bilərəm. Razılaşmadığınız məqamları yazın, müzakirə eləyək. 54-cü sualda qalmışdıq. Deyir ki, cədvəldən bütün uyğun sözləri müəyyən edin. Yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Bir fərqli məqam astronomiya. Astronomiya burada var. Qoruqluq sözündə x, qoruqluq. Burada 2 dənə fərqli məqam var. Ona görə 2-ni çıxıram variantlardan. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Dönməzlik. Burada 3 dənədir. 3-ü də çıxsam bu gedəcək. Məharətdir. Burada 1 dənə fərqli məqam var. 4-ü də buradan çıxaq. Cavabımız E qalır. İndi 3 fərqli məqam var. Sahib, karlıq burada var. Təəssüflə ənin biri düşür, biri uzun tələffüz olunur. Səhv saldım ənin birini. Hər nəsə biri düşür, biri uzun tələffüz olunur. Sonra təəssüflə bu 2 dənə də artırılır. Deməli, E variantı doğrudur. Müxtəlif cümlələrdə yer alan təyinlər üçün hansı fikir istənilən halda ortaq cəhət ola bilər? Mürəkkəb adla ifadə olunmayıb. Bunu deyə bilməliyik. Məsələn, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov deyə bilərik. Hansı Mübariz İbrahimov Azərbaycanın milli qəhrəmanı? Bu səhv fikirdir. Qoşma ilə işlənən yönlü halı sözlə ifadə olunmayıb. Məsələn, müəllimə aid kitabları gətirin. Kitabları gətirin. Hansı kitabları? Müəllimə aid. Bu da ola bilər. Səlis sözü ilə ifadə olunmamışdır. Səlis danışıq hamının xoşuna gəlir. Nə səlis danışıq deməli ola bilər. Danışıq daha doğrusu, hansı danışıq? Səlis danışıq, necə danışıq? Tabeli əlaqəsində əsas tərəf kimi çıxış etməyib. Əsas tərəf təyinin təyini olarsa əsas tərəf ola bilər. Məsələn, qırmızı yaylıqlı qız. Qız, hansı qız? Yaylıqlı qız, hansı yaylıqlı, qırmızı yaylıqlı. Yaylıqlı sözü həm əsas tərəfdir, həm aslı tərəfdir. Deməli, D ola bilər. H şəkilçili işarə əvəzi ilə ifadə olunmayıb. İşarə əvəzlikləri o, bu, elə, belə, həmin. H şəkilçisi olanda təyin vəzifəsində işlənə bilməz bunlar. Cavabımız burada olar E variantı. Yəni, formaca dəyişirsə işarə əvəzliyi, həmin onsuz da formaca dəyişmir bu heç. Digərləri formaca dəyişirsə ismi əvəz eləmiş sayılır. Onda da cümlənin tamamlığı mübtədası olur. Sonra, hansı nümunədə formaca dəyişməkdə deyəndə qrammatik şəkilçi qəbul eləməkdən söhbət edirəm. Yəni, H şəkilçi qəbul edibsə, artıq formaca dəyişib. Yəni, qrammatik şəkilçi qəbul edib. Hansı nümunədə zərfin 2 müxtəlif məna növünə aid 2 müxtəlif məna növü olmalıdır? Dəfələrlə miqdar zərfidir bu. Çox oxu, bu da miqdar zərfidir. Dönə-dönə təkrar et, bu feildir. Dönə-dönə yenə də miqdar zərfidir. Burada 2 müxtəlif məna növünü görə bilmirəm. A-nı çıxdım. Çəpəki baxışla bu sifətli ismə aiddir. Məni süzən kişi hələ zərfdir. Zaman zərfidir. Eyni hərəkəti, eyni əvəzlikdir. Başqa da zərfim yoxdur. B-də çıxdı. Məlumat verildi ki, tezliklə imtahanda iştirak edəcək müəllimlərin zaman zərfi şəxsi səhifələrinə imtahan vaxtları ilə bağlı məlumat göndəriləcək. Başqa yoxdur. Ona görə çıxdım. Biz bir qədər gözlədik. Bir qədər gözlədik miqdar zərfi və bundan sonra bu qoşmadır. Bu zərf deyil. Yolum, çünki çıxışlıq hala qoşulub. Yolumuzla təkrar irəliləməyə başladıq. Bu da deməli təkrar. Tərzi hərəkət zərfidir. Miqdar var, tərz var. Deməli cavabımız olar D variantı. Dahiyanə sifətli ismə aiddir. Sahibi olan bu adam bu gün daha da tanınır. Daha ədatdır. Burada zaman zərfi var. Tək zaman zərfi var. Başqa da zərf yoxdur. Müqayisə cədvəlindən bütün uyğunsuz fikirləri. Bu cədvəli mən çox vaxt səhv eləyirəm. İndi baxaq diqqətlə. 2 variantlı şəkilçi və 4 variantlı şəkilçi deyir.
Tərkibində eyni anda həm açıq, həm də qapalı sait ola bilər. Bu fikir ortaya yazılsa daha yaxşı olardı. Uyğunsuz dediyinə görə amma biri götürməliyəm. Deməli, biri götürməliyəm. Niyə? Çünki tərkibində eyni anda həm açıq, həm qapalı sait. Məsələn, casına 2 variantlıdır. Həm açıq var, həm qapalı var. Sonra dıqda. Bu 4 variantlıdır. Həm qapalı var, həm açıq. Uyğun fikir deyil, amma biri götürdük. Çünki uyğunsuzlar bizə lazımdır. Mənsubiyyət şəkilçisi kimi çıxış edə bilməz. Bu fikir düzdür. Mənsubiyyət şəkilçiləri həqiqətən 4 variantlı şəkilçiləri olur. Deməli, bu fikir düzdür. Düz lazım deyil mənə. Ona görə bu ikiləri çıxmalıyam. Biri də götürmüşəmsə cavab B-dir, amma yenə də baxaq. Leksik şəkilçidən əvvəl işlənən qrammatik şəkilçi ola bilməz. 4 variantlı şəkilçi, leksik şəkilçidən əvvəl işlənən qrammatik. Niyə ola bilər bu? Məsələn, bizimki sözündə, bizimki sözündə im qrammatik şəkilçidir. Ki da leksik şəkilçidir. Qrammatik şəkilçidən özü 4 variantlıdır. Leksik şəkilçidən öncə işlənmiş qrammatik şəkilçidir. Bu bildik ki, yəlik halın şəkilçisidir. Deməli, 3 ümumiyyətlə səhv fikirdir. İsimdən əvəzlik yaradan şəkilçi kimi çıxış edə bilər. İsimdən əvəzlik yaradan şəkilçi ümumiyyətlə əvəzlik isimdən yoxdur. Əvəzlik saydan yaranır. Məsələn, birdən biri. Amma isimdən yaranan əvəzlik xatırlamıram, yoxdur. Sifətin azaltma dərəcəsinin şəkilçisi kimi çıxış edə bilər. Bu ola bilər. Məsələn, ımtıl 4 variantlıdır. Imtıl. Raq 2 variantlıdır. 5 doğru fikirdir. 5-i götürmürük. 1, 3, 4 cavabdır. Xəbəri hökm bildirən. Hökm bildirən deyirsə, deməli bu ismi xəbər olmalıdır. İsmi xəbərdirsə, onda bunu çıxaq, C-ni çıxaq və deyir, cümlə şəxsi cümlə olmalıdır. Baş Xudafərin körpüsü adlanan 11 aşırımlı körpünün uzunluğu deməli bu qədər, eni də 6 metrdir. Nədir? Metrdir, nə eni, nə Xudafərin körpüsünün uzunluğu. Deməli, bu da mənim xəbərim uzunluğu. Deməli, mübtəda var. Eni 6 metrdir. Elə bura baxaq. 6 metr nə? Xudafərin körpüsünün eni. İsmi birləşmənin əsas tərəfləri sadalananda onu biz ayrı-ayrı mübtəda kimi götürürük. Buna niyə xəbərin şəklini çəkmişəm? Uzunluğu. Bəli. Bu da mübtədadır. Deməli, mübtəda varsa bu şəxsi cümlə ola bilməz. Payız ən gözəl fəsillərdən biridir. Fəsillərdən biridir. Nə payız? Mübtəda var. B-ni çıxdım. Məqsədimiz ali dərəcəli həkimlər hazırlamaq idi. Məqsədimizdir. Nə? Ali dərəcəli həkimlər hazırlamaq. Bu xəbər. Bu da bizim mübtədadır. D-ni çıxdıq. İndi onların damarlarında qanın coşan vaxtıdır. Bunu mən hamısını bir yerdə xəbər düşünürəm. Bu indi də zaman zərfi. Deməli, burada mübtəda yoxdur. Burada mübtəda yoxdur. Şəxsi cümləmiz elə budur. İsmi xəbərlə də ifadə olunubdur. Sonra 58 dedik. Burada nə qalıb? 59-a baxırıq. Adlıq və müəyyən şəxsi cümlələri müqayisə edərək bütün ortaq fərqli cəhətləri müəyyən edin. Fərqli cəhətlər, ortaq cəhətlər. Belə cümlələrdə bir-birlə sintaktik əlaqəyə girməyən cümlə üzvləri ola bilər. Bir-birlə sintaktik əlaqəyə girə bilməyən cümlə üzvləri mübtədadır, zərflikdir, mübtəda, zərflik, bir də tamamlıqdır. Bu fərqli cəhət deyil, bu ortaq cəhətdir. Niyə? Çünki məsələn deyirəm ki, dağın başında uca bir ev. Ev mübtədamdır. Harada? Dağın başında. Bu da mənim zərfliyimdir. Yəni bir-birlə əlaqəyə girməyən üzv adlıq cümlədə ola bilər. Müəyyən şəxsi cümlədə də ki, onsuz bütün cümlə üzvləri işlənə bilir də, bütün hamısı.
işlənə bilir deyə. Bir ümumiyyətlə ortaq fikir olsa daha yaxşı idi. Biri buradan çıxdıq. Tərkibində qrammatik əsasın bütün komponentləri iştirak edə bilər. Qrammatik əsasın bütün komponenti deyirsə, deməli bizə lazımdır mübtəda, bir də lazımdır xəbər. Bu fərqli cəhətdir. Bilirik ki, adlıq cümlədə xəbər ola bilməz. 2-ni götürdüm. Bunları da deməli çıxmalıyam. Cavab olar B variantı. İstənilən halda tərkibində yalnız bir cümlə üzvü mübtəda olur. Bu ortaq müəyyən şəxsi cümlə üçün ortaq fikir deyil. Ümumiyyətlə istənilən halda tərkibində yalnız bir cümlə üzvü. Adlıq cümlə üçün düz olar bura. Amma müəyyən şəxsi cümlə üçün səhv fikirdir. Tərkibində əlavə işlənə bilər. Tərkibində əlavə işlənə bilər. Bəli, hamısında işlənə bilər. Mübtədanın əlavəsi ola bilər. Sonra hansı sözün həm kökü, həm də şəkilçisi müstəqil, leksik mənası olan söz həm də şəkilçi kimi çıxış edə bilər. Bu nə deməkdir? Yəni ki, tutalım bu kökdür, ölgün leksik şəkilçidir. Qaç, köç, qaçqın şəkilçi. İndi deyir ki, həm qaç sözü şəkilçi olsun, həm qın sözü şəkilçi olsun. Bu niyyətlə baxmalıyıq bu testə. Burada heç birisi, məsələn, qum adlı şəkilçim yoxdur, din adlı şəkilçim yoxdur, yaxud qaç, öl, belə şəkilçilər ola bilməz. Amma süzgündə E-ni götürə bilərsiniz. Sız üstü 4, bir də cin üstü 4 şəkilçisi. Bu versiyaları var süzgün. Yəni, hər ikisi həm kök, həm şəkilçi ayrıca müstəqil söz kimi işlənə bilər, həm də şəkilçi kimi işlənə bilər. Hansı fikir cədvəldəki sual işarələrindən yalnız birinin yerinə yazıla bilər? Bu suala diqqətlə baxırıq ki, bu yalnız buna aid fikirdir. Amma bunlar ortaq fikirdir. Bu ortaq fikirdir. Söz birləşməsinin birinci tərəfi iki leksik şəkilçili sözdür. Yarat sözün kökü ıcı leksik. Asıl tərəfi deyir bizə. Birinci tərəf, bəli. Yenidən yenirsən ki, yenilir, yenilməz. Bu da leksik, leksik. Sabahdan, sabahki. Bu A-dakı fikir yalnız buna aid doğrudur. Deməli, A heç birini ödəmədi. Sonra əsas tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşmədir. Əsas tərəf fəaldan fəaliyyət, ordu sadədir. Toplantıdan topla, toplamaq, toplanmaq, toplantı. Əsas tərəfi düzəltmə sözlə. B bura yazıla bilər. Bu amma bir də bura yazıla bilər. Yəni ortağa yazıla bilməzlər. Çünki ordu sadədir axı. B-ni deməli götürə bilərik. Bu sual işarəsinin yerinə yazsaq uyğundur. Sonra birinci tərəfi daha doğrusu. Birinci tərəfi bir leksik şəkilçili fe'li sifətlə ifadə olunub. Birinci tərəf. Fe'l sifət heç birində yoxdur. Yenilməz bu sifətdir. D-yə baxaq. Əsas tərəfi forma deyil, məzmun cəmliyinə malikdir. Forma deyil, məzmun cəmliyi. Məzmun cəmliyi odur ki, toplu isimdən söhbət gedir. Yəni, deyir, açıqlamasını yazılmış bura. O, yalnız ordu sözünə aiddir də. Bu ikisinə aid olmalıdır. Ona görə D-ni çıxdıq. Asıl tərəfi zərf olmayan ismi birləşmədir. Heç birisi zərf deyil. Burada yazıla bilər E. Burada yazıla bilər. Ona görə bu da çıxdı. Sabahçı sözü orada sifətdir də, zərfdən düzəlmiş sifət. 62-də hansı məqamlarda yanlışa yol verilibdir? Fərqləndirilən fe'l yandırdı eşqin bağrımı, səndən mənə dərman gərək. Yanmaqdan yandır. Bizdə nə lazımdır? Məlum növdədir, bəli. Eşq özü yandırıb da. Məsələn, işığı yandırdı, söndürdü. Bunlar hamısı məlum növdür. Burada yanlışlıq bir məqam yoxdur. Ona görə biri çıxdım. Səhər idman etməkdən xoşum gəlir. Şəxsiz deyirdi. Bu səhvdir. Çünki şəxsizin şəkilçisi ıl üstü 4, ın üstü 4-dür də. Burada heç birisini bu fe'ldə görmürəm. Divara dayanmış baltalardan yalnız birini seçib götürdüm.
Burada dayamaq sözün kökü n leksi divara dayanıbsa bu baltalar bunu kimsə eləyibdi. Məhcul növdür. Bura doğru yazılmalıydı. Deməli yanlışa yol verilib. Duyğular kirpikdə, qaşışda, gəzişdə. Gəzişdə məlum növdür. Məlum növdə olan bir feildir. Qarşılıq bir gəlik növ deyil. Bu məlum növdür. Bu məşhur feildir. Tez-tez bunu testlərdə görmüşəm. Axır mən də qocaldım. Qocadan qocalmaq. Bunun gərək kökü feil olaydı ki, yəni daha doğrusu kökü yox, düzəldiyi nitq hissəsi feil olaydı ki, qayıdış növ olaydı. Sifətdən düzəlmiş feildir deyə, bu qayıdış yox, məlum növdür. Bu məlum növdür. Yanlış yazıb qabağına, deməli düz eləyibdir. 2, 3, 4 cavab olar A variantı. Deyir ki, köməkçilik hissələrindən yalnız ikisi üçün ortaq olan neçə cəhət verilmişdir. Tərkibində ümumiyyətlə mürəkkəb söz yoxdur. Bu yalnız qoşmaya aid fikirdir. Başqa birində yox. Məsələn, ədadda var, heçdə, bağlayıcıda var, nədə, sonra nəinki, modal sözdə şübhəsiz ki, sonra nə qaldı? Nidada, bəhbə və s. Tərkibində mürəkkəb cümlənin tərəfləri arasında əlaqələndirmə funksiyası yerinə yetirən söz və ya sözlər yoxdur. Bu nidada yoxdur. Sonra qoşmada yoxdur. Modal sözdə var, düzdür, doğrudur. Bağlayıcı onsuz da elə o funksiyanı yerinə yetirir. Ədadda var mimi. Nida ilə qoşmada yoxdur. Sonra tərkibində digər köməkçi nitq hissəsi ilə homonimliyi olan söz və sözlər var. Digər köməkçi nitq hissəsi ilə. Bu qoşmada var. Məsələn, cacə. Həm qoşma olur, həm ədad olur. Deməli, ədadda da var. Bağlayıcıda da. Bağlayıcıda varmı? Bağlayıcıda da var, bəli. İlə bağlayıcısı, ilə qoşması ilə homonimdir. Deməli, bu üçündə var. Hələ ki, bu ikini götürə bilmişəm. Tərkibində feillə homonim olan söz tapmaq mümkündür. Feillə homonim nidada var. Məsələn, ax nidası. Nidada var. Ədadda bax, gör, bax yazıram. Ədadda var. Sonra qoşmada sarı qoşması, məsələn, qoşmada var. Nümunəsini tapa bilmirdim, ona görə dayandırdım. Qoşmada var. Burada nəsə 3 dənə var. Bağlayıcıda yoxdur. Modal sözdə yoxdur. Modal sözdə o görünür sözünü adətən feillə homonim sayılır. Amma burada başlanğıc forma fərqlənir axı. Ona homonim demək doğru deyil. Qulurca mürəkkəb olanları defisdə yazılır. Bu bir dənə nidada var. Bu başqa heç biri defislə yazılmır. Cavab olar D variantı, cəmi bir dənəsində var. Hansı nümunələrdə altından xətt çəkilən hissə hərəkətin məqsədini bildirir? Adətən mən belə testləri səhv eləyirəm. Burada bir tələ var. Hərəkətin məqsədi deyir. Mən də götürürəm bütün məqsəd bildirənləri. Ona görə biri elə çıxırıq. Niyə? Çünki bu hərəkət deyil. Mən bura əmrə əsasən gəlmişəm. Bu istinadı bildirir. 2-ni də çıxdıq. 1-i 2-ni çıxdıq. Cavabımız qaldı B variantı. Soy kökündən könüllü imtina etdiyi üçün dık plus 3-ün qoşması səbəb bildirir. Şikayətə getmişdi. Şikayət etmək üçün getmişdi. Demə bu məqsəddir. Pul qazanmaqdan ötürü bu da məqsəddir. Hələ özünü sınayırdı. İndi qazanacaq, qazanmayacaq onu Allah bilir. Fərqləndirilən sözlərin müqayisəsi əsasında cədvəldən bütün uyğun fikirləri müəyyən edin. Bu keçən ilmigin sualı idi. Daha doğrusu söz miqdə var idi. Yazılışını soruşurdu. Bəzi telefonların bu da aynen yazılır. İkisində də batmaqdır, batar. Çox qısa zamanda zəiflər. Fonetik normanı pozmuşdu. Bir düzdür. Müstəqil cümlə üzvü kimi çıxış etməyib. Telefonların batareya komandiri. Heç biri müstəqil cümlə üzvü deyil. 2-ni ona görə götürməyəcəm. 2 ortada olmalıydı. 2-ni götürməyəcəmsə variantlardan çıxın. Bunu da çıxdım çünki 1 yoxdur burada. Yoxlanış zamanı batareya komandiri əskərlərə bir sıra xoş sözlər səsləndirdi. Adlıq halda olmasa da nə sualına cavab verir? Bəli, niyyət bu qeyri-müəyyən yəli çaldı və qeyri-müəyyən yəli çalın yalnız nə sualı var? Ona görə 3 düz fikirdir. Burada isə adlıq haldadır. Orfoqrafik normaya tabedir. Bəli, bu doğrudur. 4 tabedir.
Homonim tay toplu isim kimi çıxış edir. Bu hara yazılmalıydı? Bura yazılmalıydı. 5 bura yazılmalıydı. Bu telefonun bataryasının homonim tayı, yəni bu toplu isim kimi çıxış edir. Yəni ortaya yazılan bir fikir deyil bu. Ona görə cavabımız olar D variantı. Klasteri tamamlayın. Bağlayıcı vasitə budaq cümlədə yer alır. Novruz daha çaşbaş qalmışdı. Çünki şəhərdə bu bizim baş cümləmizdir. Bu budaq cümləmizdir. Bağlayıcı vasitə də budur. Başın ağrıdı mı? Başın ağrıyanda. Yəni deməli bu mənim budaq cümləmdir. Bu baş cümləmdir. Bağlayıcı vasitə də m-dir. Aha. Deyir ki, 1-ə indi B qoysaq nə etməliyik? 2-yə C yazmalıyıq. B qoysaq 2-yə C görək yaza bilirim. Baş cümlədə ədat var. Daha. Deməli C uyğundur. F. Budaq cümlə sadələşdikdə fe'li birləşmə ilə ifadə olunan cümlə üzünə çevrilir. Çaşbaş qalmışdır. Çünki şəhərdə əvvəl kimi rahatca gəzmək mümkün deyil. Bu sadələşəndə belə olacaq. Şəhərdə əvvəlki kimi rahatca gəzmək mümkün olmadığına görə deməli F də doğrudur. Baş cümləsi 2 qrammatik əsasdan ibarət olan tabe mürəkkəb cümlədir. Baş cümləsi budur. Bu da yalnız bir dənə sadə cümlədən ibarətdir. Deməli 2 qrammatik əsas burada yoxdur. Səhv fikirdir. Ni buradan da çıxacamsa bunlar getdi. İndi bu birisi tərəfə baxsaq. D-yə baxaq. D. Başın ağrıdı mı? Bunun nümunəsi bu ola bilməz də. D burada ola bilməz. Ona görə bunun quruluşu səhvdir ümumiyyətlə. Deməli 1-ə ancaq D yazmalıyam. Bu da bitişik yazılmalıydı fonetik norma. 1-ə D qoysam 2-yə A. Baş cümlədə fonetik normanı pozan söz vardı. Baş cümləm budur. Dərmanları sözü fonetik normanı pozub. Düzdür. C. Baş cümlədə ədat var. Baş cümlədə ədat. Sakitcə var. Doğrudur. Baş cümləsi 2 qrammatik əsasdan ibarət olan tabeli mürəkkəb cümlədir. Dərmanları at, çay iç, sakitcə uzan. Burada 2 qrammatik əsas deyil. Ona görə bu səhv fikirdir. Deməli C çıxır. Sonra bura qədər baxmışıq. F-ə baxırıq. Budaq cümlə sadələşdikdə fe'li birləşmə ifadə olunan cümlə üzünə çevrilir. Başın ağrıyanda, deməli düzdür. G. Baş cümlədə həmcins olan xəbərlər yer alır. Bəli, sən at, sən çay iç. Bu doğru fikirdir. Hansı hallarda cədvəldə yanlışa yol verilməyib? Aşağıdakı söz olan cümlədə qızılı mütləq var. Bu yanlışdır. Çünki bu təsirli hal şəkilçili isim də ola bilər. Deməli, bir səhvdir, biri çıxmalıyam. Sırağa gün sadə zaman zərfidir. Bəli, 2 doğrudur. Gündüzlər isimləşən zaman zərfidir. Xeyr. Bilirik ki, zaman zərfləri adətən ism-ati şəkilci qəbul etsə də isimləşmir. Deməli, 3 səhv fikirdir. Heç onsuz yox imiş. Haqqında, yəlik halda olan əvəzi və ya adlı hallı isim. Haqqında olan cümlədə yəlik halda baxaq. Məsələn, sənin haqqında tutalım. Sənin haqqında yəlik halda olan əvəzi. Yaxud Aytən haqqında. Bəs Aytənin haqqında olsa nə olardı ki? Aytənin haqqında. Bu səhv fikirdir 4. 4'ü götürmür. Çünki yəli hallı mütləq var deyə bilmərik də. Yəlilik halda olan isim də ola bilər o cümlədə. 4 səhv fikirdir. Sancılanmışdı sözündə sancmaq sözün kökü sancılı leksik, sancıla. Necə təhlil edik bunu? Bunu silək. Deməli, sancı sözün kökü leksik. Sancılamaq olmur, sancılanmaq var. Mışdır. 2 leksik, 2 qrammatik şəkilçi. 2 leksik görürəm, 2 qrammatik görürəm, təsdiqlənəndə bəli. Bu da doğrudur. Burada cavabımız olar 2-5 A variantı. Sonra, igidlərin çoxu yaman döyüşkəndir cümləsindən fərqləndirilən sözü çıxarsa. Bu çox nədir?
saydır, döyüşkəndir, yaman, zəflikdir. Kim? İgidlərin çoxu. Fərqləndirilən söz çıxarsaq nə dəyişər, nə dəyişməz. İlk söz allıq halda olar. İgidlərin döyüşkəndir, sənin igidlərin. Bəli, bu allıq halda olar. İndiki halda yəlik halda. Deməli, bir dəyişər. Cümlədə mənsubiyyət şəkilçili söz olar. Onsuz da var. Çoxu mənsubiyyət şəkilçilidir. Deməli, 2 səhv fikirdir. 2-ni çıxdıq. Bütün sifətlər müstəqil cümlə üzvü olar. Bütün sifətlər müstəqil cümlə üzvü olar. Bu dəyişər, bəli. Döyüşkəndir, sifətdir. İgidlər sifətdir. Çox çıxsa hər ikisi müstəqil olacaq. İndiki halda igidlər müstəqil deyil. Deməli, bu dəyişərdə yazılmalı idi bu 3. Burada yazılmalı idi. 3-ü götürmürəm. Cümlədə zərf olar. Onsuz da var. Dəyişməz bu. Yaman zərfi var. 1 ilə 4 olar burada cavab D variantı. Cədvəldən bütün uyğun fikirləri seçin. Sözünü qrammatik şəkilçi qoşulduğu sözə bitişik yazılır. Sözünü qrammatik şəkilçi yoxdur ki. Varmı? Xatırlamıram. Adətən leksik şəkilçi var sözünü, amma qrammatik şəkilçi yoxdur. Ona görə deməli doğrudur deyil bu. Bir səhvdir, biri çıxdıq. Tabe mürəkkəb cümlələrdə, budaq cümlədə həmçinin xəbərlər işlənə bilər. Bəli, bu işlənə bilər. Məsələn, dedim ki, Aytən həm çalışqandır, həm də qoçaqdır. Çalışqandır, qoçaqdır, həmcüz xəbərlərdir və cümlə ümumilikdə tabeli mürəkkəb cümlədir. 2-ni götürdüm. Alababat, açıq yaşıl kimi azaltma dərəcəli sifətlər qulurca mürəkkəbdir. Bəli, bu doğrudur. 2 söz var burada. Qulurca mürəkkəbdir, həm də azaltma dərəcəsindədirlər. Yanlışdır. Həm bağlayıcı, həm qoşma, həm də ədat 2 variantlı ola bilər. Bağlayıcı məsələn lalə, qoşma ilə də ədat cacə. Bəli, bunlar 2 variantlıdır. Bu yanlış fikir deyil, bu doğru fikirdir. 4-ü ona görə yanlışlığın altına götürmürəm. Biz kaş yenidən uşaq olaq cümləsində uzlaşma əlaqəsini göstərici aq şəkil. Bu səhv fikirdir. Niyə? Kaş arzu ədatıdırsa, deməli bu ol, ola, olaqdır. Bunun yəni tək qıdır şəxs şəkilçisi. A isə arzu şəklinin şəkilçisidir. 5 yanlışdır, 5-i götürməliyəm. 2, 3, 5. Zərfliyin 2 məna növü feili bağlama ilə ifadə oluna bilmir. Bu doğru fikirdir. Yanlışın altından götürmürəm. Yer zərfi, bir də məqsəd zərfliyi, yer zərfliyi, bir də məqsəd zərfliyi feili bağlama ilə ifadə olunmur. Cavabımız burada olar. D variantı. Hansı cümlənin ilk sözünün ümumi qrammatik mənasını dəqiq demək olmur? Ədaləti burada axtarma. Bu ədalət kim olur olsun, insan da olsa, adi söz də olsa, ümumi isim də olsa, istənilən halda bu isimdir. Günəş həmçinin istənilən halda isimdir. Zaman isimdir. Bircə qadın fikir bildirmədi. Bunu D-ni demək olmaz. O da əvəzlikdir. Bircə sözünü bütövlükdə ədat kimi də düşünmək olar. Ədat. Bir də bir say, canı ədat kimi də düşünmək olar. Yəni nə olduğunu dəqiq demək mümkün deyil. Hansı nümunədə subyekt və hərəkət bildirən xəbər arasında sintaktik əlaqə vardır? Subyekt və hərəkət. Qonaqlar çay içərkən onlara yemək hazırlayırdı. Bunun mübtədası, yəni mübtəda ilə xəbər arasında deməsi, bunun mübtədası nədir? Odur. Burada o yemək hazırlayırdı, yoxdur. Yəni bunun, bu feilin, hərəkət bildirən xəbərin subyekti kim hazırlayır? O yoxdur. Ona görə A çıxdı. Amma bu cümlədə subyekt varmı? Var əlbəttə ki. Qonaqlar sözü subyekti bu feilə aiddir. Məktub çox yaxşı xətlə və səliqəli yazılmışdı. Bu cümlənin subyekti ümumiyyətlə yoxdur. Qabil evini satmaq üçün yenidən buradadır. Buradadır xəbər, hərəkət bildirmir çıxdı. İndi yaz fəsli olduğundan bir çox güllər açılmışdı. D-ni götürə bilərəm. Açılan güllərdir. Bilirik ki, qayıdış növdə subyekt və obyekt bərabərləşir. Deməli, gül sözü subyektdir. Bizim işlərə yəqin ki, sabah baxılacaq. Bu da şəxsi cümlədir. Burada subyekt yoxdur. Xəbəri görməmişdir sözü ilə ifadə olunan sadə cümlə haqda uyğun fikirləri seçin. Bu görməmişdir sözü feildə ola bilər. Sifət də ola bilər. O Paşinyan videosu var. Talançı görməmiş öz məmurları haqqında deyir Azərbaycan dilində. Yəni oradakı dediyi sifətdir. Mütləq doğru.
Xəbər hökm bildirir. Bu mütləq fikir ola bilməz. Bir çıxdır. Xəbər hərəkət bildirir. Bu da mütləq fikir ola bilməz. Yəni fe'l olsa hərəkətdir, sifət olsa hökmdür. Bunu dəqiq demək olmur. Xəbərin ifadə vasitəsi olan sözdə ən azı bir leksik şəkilçi var. Bu fe'l olsa, gör sözün kökü ma, mə, mişdir. Yəni burada fe'l versiyasında ümumiyyətlə leksik şəkilçi yoxdur. Ona görə 3 yanlış fikirdir. Bizim cavabımız C olar. Baxaq. Cümlədə kökü köməkçi nitq hissəsi ilə omonim olan söz yoxdur. Bu səhvdir. Məsələn, gör sözü ədatla omonimdir. Cümlənin xəbərin ifadə vasitəsi olan söz heç bir halda sifət ola bilməz. Bunu da əvvəldən dedik ki, sifət ola bilər. 4 ilə 5 deməli səhv fikirdir. Nümunənin təhlilinə aid olan fikirləri seçək. Bir sözlə onların hər ikisi qızardı. Daha doğrusu bunun vurğusunu səhv oxudum. Bu ara söz deyil, vergül yoxdur. Gülümsədi, qızardı, gülümsədi, mənim gözlərimə baxdı. Qrammatik norma kəmiyyətə görə uzlaşma baxımından pozulmuşdu. Xeyr, bu səhv fikirdir. Çünki burada ikisi təkdədir. Qızardı təkdə, baxdı təkdə, gülümsədi təkdə. Yəni burada uzlaşma, kəmiyyətə görə uzlaşma pozulmayıbdır. Bir səhv fikirdir. Biri çıxmalıyam. Fərqləndirilən söz ara söz kimi də düşünülə bilər. Yox, düşünülə bilməz. Niyə? Çünki vergülü yoxdur. Vergül yoxdursa, mən onu necə düşünüm? Bu da səhvdir. Cavab olar B variantı. Baxaq. Cümlə üzvlərindən bir neçəsi quruluşca mürəkkəbdir. Qızardı. Kim? Onların hər ikisi mübtədadan mürəkkəbdir. Gülümsədi. Baxdı. Nəyə? Mənim gözlərimə. Tamamlığım da mürəkkəbdir. Deməli, 3 doğru fikirdir. Altından xətt çəkilən sözdə, gülümsədi sözündə 2 leksik şəkilçi var. Güldən gülümsə bütöv şəkilçidir. Bu 4 səhvdir. Üzərində rəqəm qoyulan söz, qızardı sözü, bəli, sadədir. Keçmiş zamandadır, şudur keçmiş zaman. 5 də doğru fikirdir. 3 ilə 5 olar cavabımız. Verilən nümunədə hansı rəqəmlərin yerinə bərpa olunmalı duru işarələri eyni olsa da fərqli məqsədlərə xidmət edir. Paşa, özündən sonra nə gəlib? Böyük hərf. Deməli, bu ancaq nida ola bilər. Həkim bilsə, vergül. Deyəsən, vergül modal sözdür. Mənim nə danışmağa, vergül. Nəsrəddin isə gözünü məndən ayırmırdı. Bu qoşa nöqtədir. Səndən deyirdi. Heç nə istəmirəm. Yoxsa bunun davamı budur. Bu vergüldür nəsə. Burada deməli boşluq var, elə düz qoymuşuq, elə davamı deyil. Nəsə baxaq, deyir ki, eyni olsa, A variantında 5 ilə 7 eyni deyil axı, A-nı çıxaq. Sonra 1 ilə 5 eyni deyil. Bundan bu eyni deyil, bunu da çıxaq. Bu qalsın. Burada 5 ilə 6 var. Bu da eyni deyil, bunu da çıxaq. 1, 2, 3, 4 bunlar da eyni deyil. Bir nidadır, bu da çıxacaq, D qalır. İndi görək bu vergüllər niyə qoyulubdur? Burada qoyulub mürəkkəb cümləyə görə. Burada qoyulub modal sözə görə. Burada qoyulub xəbər almağıma icazə var. Nə danışmağıma, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma. Bu birinci tərəfin həmcinsliyə görə qoyulubdur bu. Tabesizliyə görə qoyulubdur D-də. Bu da vasitəsiz nitqə görə qoyulubdur. Deməli, cavabımız D variantı olar. Hansı hökmə uyğun cümlə qurmaq olmaz? Görə qoşmasının səbəb və ya məqsəd bildirmədiyi cümlə. Bu qurmaq olar. Məsələn, Darwinə görə insan torpaqdan yaranıb. Yoxsa Darwinin elə bir şey yox idi. İnsan heyvandan yaranıb. Nəsə, biologiyanın çox güclüdür. Bu istinaddır. Yəli halı sözün müstəqil cümlə üzvü olduğu. Buna qurduq. Yəli halı sözün müstəqil cümlə üzvü olduğu, amma xəbər olmadığı cümlə. Bu da olar. Məsələn, bizim bina təmir olundu. Hansı bina? Bizim bina. Tabesli bağlayıcısının tabi mürəkkəb cümlədə bağlayıcı vasitə olduğu cümlə. Bu düzdür, amma sxemidir də. Düzdür, amma sxemində amma bağlayıcıdır. Düzdür, bilirdim, amma eləmirdim. Belə bir cümlə. Feillə sinonimliyi olan
Feillə sinonimliyi olan əvəzliyin, ədatın və qoşmanı olur. Bunu qura bilmərsiniz. Çünki sinonimlik eyni nitq hissəsinə aidlikdir. Feilin sinonimi əvəzlik, ədat ola bilməz. Omonim olardı. Sonunda deyil, daxilində niddə işarəsindən istifadə olunan cümlə xitab. Burada vardı əvvəldə. Paşadır burada. Qoya bilərik yəni. Bu da yanlışdır. Cavab olar D variantı. Vay. Bu əməli yazıları ən yaxşı imtahana, yəni bilmirəm hərə bir cür elə, amma mən belə edirəm. İmtahana 1-2 gün qalmış, otururam, oxuyuram, testlərini işləyirəm, unutmamış imtahana gedirəm, yəni belə olur. Çıxandan sonra onsuz unuduram. İndi deyir əməli yazının adı, tərtib olunduğu yer, tərtib olunduğu tarix. Tarix əvvəldə olmaz, harda? İzahatda olmaz, rəydə olmaz, məruzə yadıma gəlmir. Əməli yazının məzmunu tərtib edənlərin imzası. Tərtib edənlərin imzası aktdadır, axırda. Ki biz filan kəslər tərtib elədi. Cavab olar burada E variantı. Verilən nümunənin təhlillə bağlı cədvəldən yanlış fikirləri müəyyən edin. Bakı şəhərinin qəzalı məktəbləri elə dünəndən bəri təmir edilməyə başlanılıb. Təmir edilməyə başlanılıb nə? Bakı şəhərinin qəzalı məktəbləri nə vaxt? Dünəndən bəri. Bizə nə lazımdır? Biz bunu nesini təhlil elədik ki? Mürəkkəb adın yazılışında yanlışa yol verilmişdir. Yanlış fikirlər lazımdır bizə. Burada yanlışlıq yoxdur. Cümlənin ilk sözü hara sualına cavab verir. Cümlənin ilk sözü Bakıdır. Bakıdır. Yəni yanlışa yol verilmişdir. Yanlış yoxdur demək istəyirəm də. Yəni düz yazılır. Bakı nə sualına cavab verir? Cümlənin ilk sözü hara sualına cavab verir. Bu səhv fikirdir. Nə sualına cavab verir? Səhvin altından səhvdir. Deməli, 2-ni də götürmürəm, 1-i də götürmürəm. Zaman zərfi isimləşmişdir. Zaman zərfi. Burada zaman zərfi yoxdur. Dünəndən bəri qoşmadır. Bu da səhv fikirdir. Deməli, bunların hamısı uyğundur. Bizə uyğunsuz fikirlər lazımdır. Ona görə bunlar gedir, bunlar da gedir. Cavab qalar D variantı. Cümlədə həm məstər tərkibi. Məstər tərkibi yoxdur. Doğrunun altından yanlış fikir var. Götürdüm. Cümlədəki dəqiqləşdirici ədat yalnız bir əsas nitq hissəsi ilə omonimdir. Dəqiqləşdirici ədat elədir. Elə də feillə omonimdir. Eləmək feillə. Bir də elə işarə əvəzliyi elə. Deməli 5 də yanlış fikirdir. Bunu götürdüm. Tünd qara hərflərlə fərqləndirilən şəkilçi, hal şəkilçisi omonimliyə malikdir. Bu da yanlışdır. Bu elə hal şəkilçisinin özüdür. Hal şəkilçisi omonimliyə malikdir. Deyə bilmərik ona. Hansı nümunədə həmcins cümlə üzvləri vardır? Balıq baş götürüb üzür. Nə edir? Üzür ki, nə balıq? Üzdükcə qayıqdan uzaqlaşırdı. Nə edirdi? Uzaqlaşırdı. Nə balıq? Bir də var. Əvvəlcə balacalardan biri soruşdu. Nə etdi? Soruşdu. Balacalardan biri. Kim soruşdu? Balacalardan biri. Amma indi ikisi burada yoxdur. Bu mürəkkəb cümlədir. İkisi cavab gözlərdi. Bu yox. Bu mürəkkəb cümlədir. 2-ni çıxacam variantlardan. Sonra, indi kənd və şəhər ətrafını duman bürümüşdü. Bürümüşdü nə duman? Haranı? Kənd və şəhər ətrafını. İsmi birləşmənin aslı tərəfi sadalanırsa, həmcins üz sayılmır. 3-ü də belə çıxdıq. Mərdan, Qasımın, Əlinin, Ruslanın sözlərində nəsə məna axtarsa da, bu yenə də ismi birləşmənin aslı tərəfinin sadalanmasıdır. Həm də bu tərəfdə mürəkkəb cümlə sxemidir. 4-ü də götürməyəcəm. Bu müddətdə anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah da istehkamda, qaldı harada istehkamda, yardım arabasında, nə bilim, onun çarpayısının başında və s. Deməli, cavabımız olar E variantı. Cədvəldə neçə söz düzgün yerə yazılmışdır? Qulluqca sadədir, yox. Yama, yamanma, oğurluq sadədir, 2-3 sadədir. Qulluqca düzəltmədə tünlük sadədir, acgözlük də mürəkkəbdir. Deməli, burada 2 sözümüz düzgün yazılıbdır. Düzdür? Hə, 2 söz. Cavab olar B variantı. Boş xanalardan yalnız birinə yazılacaq nümunəni
Seçin. Nümunədə xitab yoxdur. Paşa var. Nümunədə ara söz vardır. Yoxdur. Burada yoxdur. Nə bura yazılmır A, nə də bura yazılmır. Heç birinə yazılmır. Təəssüf ki, ara söz var. B bura yazılır. Yoldaşlarımın heç birində xitab da yoxdur. Burada yazılır. Yəqin ara söz var. Bura yazılır. Mənim abunə vərəqim durur. Onu bir al. Burada xitab yoxdur. Ona görə C burada yazılır. Əlişir. Vergül var. Xitab yoxdur. Yazıla bilməz D bura. Mən bilən ara söz var. D bura yazılır. Cavabımız olar D variantı. Qoca indi necə deyərlər? Necə deyərlər? Ara söz var. Xitab yoxdur. Burada yazılır. Deməli, bu səhvdir. Cavab olar D variantı. Burada cədvəldən uyğunsuz variantı nəqərat, kəlağayı, təbaşir, xırçaxız düzdür, bərbər bitişi yazılır. Bu tərəfdən doğrudur. Əqrəba doğru, əjdaha doğru, bu da doğru. Tük, ürpərdici. Bu yanlışdır. Müdürdə doğrudur. Burada deməli uyğunsuz olan D variantıdır. Hansı cümlədə fərqləndirilən heca vurğusuzdur? İnkardan öncəyə düşür. Bu etməsən, bura düşəcək. Bilməz vurğu qəbul eləyir. Mənə şərait yaratsalar buradır. Deməli, ca vurğusuzdur. Arif xitabdır. Özündən bir dəfə əvvələ gəlir. Dramaturgiyada bu əzbərçidir. C-yə düşür. Hansı nümunədə kökü əvəzliklə homonim olan düzəltmə söz var? Kökü əvəzliklə. Gözlə sözü var burada düzəltmə. O da ki, göz əvəzliyi yoxdur. Yağış yağarsa yağ var, yağ amma əvəzlik deyil. Əvəzliklə homonim ola bilməz. Bu kimsəsizdə əvəzliyin özüdür kimsəsiz. Hər işini elətdirdiyi. Eləmək, elətmək, elətdirmək. Bu olar. Feildir norm indiki halda. Əvəzliklə də homonimdir. C-ni götürürük. Hamılıqla hamı özü əvəzlikdir. Burada da mən sözü özü əvəzlikdir. Cavab olar C variantı. Sonra verilən nümunə əsasında uyğun variantı seçin. Həyatın keşməkeşləri onlara imkan vermir. İndi isə yatağa uzanmış bədən tamamilə onların ixtiyarındadır. Onların ixtiyarındadır. İsmi birləşmənin ası tərəfinin əlavəsi var burada. Qanatlı düşüncələr, bu da bizim əlavəmiz. Nəsə, nümunədə işlənməyib. Sifətlə homonim olan isim. Baxın buna. Bu işlənməyib həqiqətən də. Çünki sifətlə homonim olan isim tapa bilmədim. Gözümdən qaçır, bəlkə tapa bilmədim. İxtiyar sözü. İxtiyar sözü ola bilər. İxtiyar qoca mənasında. Deməli, var. Tabesi mürəkkəb cümlə yoxdur amma. İşlənib bu səhvdir. Hər ikisi səhvdir. Görmürdüm ixtiyar sözünü. Kəmiyyət zərfi və zərfliyi. Kəmiyyət zərfi tamamilə həm kəmiyyət zərfidir. İşlənməyibdir, işlənibdir. Söz birləşməsinin ası tərəfinin əlavəsi. Bəli, bu işlənib. Bu doğrudur, amma bu tərəfi səhvdir. Cəm və hal şəkilçisi qəbul etmiş düzəltmə isim. Cəm və hal şəkilçisi. Bu düşüncələrin ixtiyarıdır. Düşünmək, düşüncə, düşüncələr, həm cəm işlənməyib deyir, amma işlənib. Cəm və mənsubiyyət şəkilçisi qəbul etmiş sadə isim. Həyatın keşməkeşləri, bu işlənib. Deməli, C-də çıxdı. Feildən düzələn yönlü kallı isim. Feildən düzələn yatdan, yataq, yatağa, bu işlənibdir. İşlənməyib deyir, amma səhvdir. Qarşılaşdırma bağlayıcısı isə işlənibdir. Müstəqil cümlə üzvü olmayan zaman zərfi. İndi isə yox, bu müstəqil cümlə üzvüdür. Belədir də, onların ixtiyarındadır. Tamamilə zərfli. Nə bədən, hansı bədən, yatağa uzanmış, nə vaxt, nə zaman, indi. Bu müstəqil cümlə üzvü olmayan zaman zərfi bu səhv fikirdir. İşlənməyib deyir də, yəni həqiqətən işlənməyib. Bir dənə zərf var, o da müstəqil cümlə üzvüdür. Müstəqil cümlə üzvü olmayan isimdən yaranan sifət. Qanatlı sözü.
işlənib. Müstəqil cümlə üzvü deyil və isimdən yaranıb sifətdir. Hansı sözlər eyni şəkilçi ilə yaranmışdır? Bu bir cür yazılan şəkilçidir. Feildə artırılanda 4 cür yazılandır. İsmi artırılan bir cür yazılır, feil artırılan 4 cür. Yarış sadə sözdür. Daraqda aq şəkilçisidir. Qırıqda ıq şəkilçisidir. Sonuncu sayta baxırıq. Qoruqda deməli ıq şəkilçisidir. Sınaq 4 cür yazılır. Sınaqda aq şəkilçisidir. 2 cür yazılır. Quruqla çürüyün saatləri eynidir. Ona görədir. Yəni ikisi də qapalı saatlərdir. Deməli ıq üstü 4-dür. E variantıdır. Fərqləndirilən sözlərin müqayisəsi əsasında düzgün variantı müəyyən. Güllərin rəngi ilə gülür gül çəmən adlı halda olan isimdir. Elə bir dağlar da o dağlar deyil. Sakit okean bir tərəfindədirsə şair, bir yanda da qəlbin kimi çılğın Xəzərdir. Sintaktik funksiyası var, hər ikisinin var. Ona görə bir burada olmalıdır. Bir ümumiyyətlə deməli səhv fikirdir. Bir ortada olmalıydı. Sintaktik funksiya daşımır, 3 də səhv fikirdir. Çünki xitabın sintaktik funksiyası var. Cavab oldu C variantı. Necə rahat tapdıq. İndi baxaq. Nə sualına cavab verir? Bəli, adlı halda da gülür, nə gülür çəmən. Bu isə kim sualıdır? Deməli 2 doğrudur. Vurğusu birinci hecadadır. Bəli, xitabdır, tək işlənib, nidaz yoxdur. Deməli vurğu bura düşəcək. Çəməndə vurğu axırdadır. Adlı xallı, 2 hecalı, 5 səsli sözlə ifadə olunubdur. Bəli, burada 4 dənə görürük, amma tələffüz zamanı y artırılır. O da 5 səs eləyib. 5 də doğru fikirdir. Sonra hansı cümlələrdə altından xətt çəkilən sözlər bir-birinə münasibətdə homonimdir? Bunun variant üzərindən gəlin baxaq. 1 ilə 4-ü veribdir. 1, 4. Azərbaycan dili, açarın dili. Bu doğrudur bu hissəsi. 2, 3. Yaşlılardan yaş. Bu yaşlının başlanğıc forması yaşlıdır. Yaşlıdır. Bunun da başlanğıc forması yaşdır. Başlanğıc forma fərqlənəndə homonim saya bilmərəm onu mən. Ona görə 2, 3 olanları çıxacağım. Biz homonim olanda başlanğıc formaya baxırıq da, düzdür. Açarın dilində dildir. Başlanğıc forma dil. Bağlı, bağ. Bu da 5 ilə 6 da olmaz. Yox imiş. Hə, burada var. 5 ilə 6 da olmaz. Deməli, cavabım olar E variantı. Əlavələrlə bağlı uyğunluq. Əlavə müstəqil cümlə üzvünə aiddir. Əlavə cümlə üzvü olan söz birləşməsinin aslı tərəfinə aiddir. Müstəqil cümlə üzvü. Qonaq gəlir bizə quşlar. Zülm əlindən qurtulmuşlar. Quşlar qonaq gəlir, zülm əlindən qurtulmuşlar da quşlara aiddir, əlavə. Bu bura aiddir A variantı. Bir dəqiqə batarım. Atalar, böyüklər demişkən, bu ara sözdür. Ara sözdə cümlə üzvü olmur. Deməli, bu heç birinə aid deyil. B hardadırsa bunu çıxaq. Bakı şəhəri Azərbaycanın paytaxtı. Bu müstəqil cümlə üzvünə aiddir. Bunu yazdıq bura. İkinci tərəfə aid olursa müstəqil cümlə üzvüdür. Oğlan 2 gün əvvəl yaralandığından xəstəxanaya yerləşdirilmişdi. Bu cümlə üzvü olan söz birləşməsinin aslı tərəfinə aiddir. D-ni yazırıq bura. Əli, qardaşım, bu da xitabdır. Xitabdakı cümlə üzvü deyil. Ona görə E heç birinə yazıla bilməz. Cavabımız olar burada A variantı. Sonra keçək 89-a. Cədvəldən uyğun variantı müəyyən edək. Deyir ki, yönlü hallı sözlərlə işlənən qoşmalar üçün doğru fikirdir. Bu sözlərdən biri vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bu yaxın sözüdür. Məsələn, evə yaxın saxladı olanda qoşmadır və yönlü hallı işləndi. Bir də yaxın, feil. Çörəyin üstünə yağ yaxın, feil. Onda da vurğu dəyişir. Sonra, şəkilçiləşmiş olanları yalnız 2 variantlıdır. Bu yanlış fikirdir. Çünki dək var, evə dək bir cür yazılır. Can-can var, 2 cür yazılır. Bəzilərinin yazılışı ilə deyişi fərqlənir. Aid var, sonra dair var. ilə deyilir deyiləndə, bu da səhvdir. Onlar içərisində feillə homonim olanı da var. Məsələn, sarı.
evə sar və feillə omonimdir. Bu qoşmalar içərisində istinad mənası ifadə edən 3 hecalı söz də var. Bu da əsasəndir. Nələri çıxa bilmişik? B ilə C-ni çıxmışıq. İndi çıxışıq halı sözlər işlənən qoşmalar üçün yanlış fikri tapmalıyıq. Zamançaları yaradanlar içərisində isim kimi çıxış edə bilən söz var. Bu doğru fikirdir. Çünki qabaq, məsələn, həm zamançalarda, həm də o balqabaq mənasında. Bu qoşmalardan biri, B-ni çıxmışıq əslində, amma baxaq, bu qoşmalardan biri atam üçün yeni maşın aldıq cümləsindəki qoşma ilə sinonimdir. Bu ötrü qoşması olar. Atamdan ötrü yeni maşın aldıq. Ötrü sözü ola bilər. İsim, sifət, zərf, feylə və əvəzliklə omonimli xüsusiyyətinə malikdir. Çıxışıq hallı qoşmalar. İsim olar qabaq sözü. Sifət olar başqa, səndən başqa. Zərf olar sonra sözü, əvvəl sözü və s. Feillə omonimlik yoxdur. Feil, qabaq. Feillə omonimlik yoxdur. Əvəzliklə varmı? Əvəzliklə də xatırlamıram. C burada səhv fikirdir deməli. Bu səhvdir. Yanlışın altından yanlış, doğrunun altından doğru. Deməli C uyğundur. Onlar içərisində yox bu tərəf. Bu qoşmalardan biri səbəb məqsədçaları yaradan 2 hecalı sözdür. Elə ötrünü yaza bilərik. Səndən ötrü nigaranam məsələn. Səbəb məqsəd bildirir. Oxuyandan sonra danışarıq cümləsində bu qoşmalardan biri feil sifətə qoşulub. Bu da doğru fikirdir. Çıxışlıq halda işlənən qoşmalardan biri həqiqətən də feil sifətə qoşulub. Sonra 89-da C-ni dedik. Nə qaldı? 90. Qoşxanalardan yalnız birinə yazıla bilər. Qaçırdı, yoxladın. Bu qaçırdı sözü istənilən halda xəbər şəklidir. Yoxladın sözü, yoxla sözün kökü, yoxladı, yoxladın. Xəbərdə ola bilər. Yoxladın əmr şəklidə ola bilər. İstənilən halda tərkibində qrammatik şəkilçi var. Bu hər ikisinə aiddir. Bunu da təhlil eləsək, qaçırmaq olanda ır-leksitli qrammatik. Sonra qaç yenə sözün kökü. Qaçırdı, yolla qaçırdı. 2 qrammatik. İstənilən halda tərkibində qrammatik şəkilçi var. Bu deməli ortaya yazılan bir fikirdir. Yalnız birinə yazıla bilər. Yox, yəni hər ikisinə yazıla bilər. Biri çıxdıq. Feilin hansı şəkildə olduğunu dəqiq demək olar. Bu xəbərə aiddir. Bu tərəf çünki həm əmirdə, həm xəbər. Eyni də çıxdım. İstənilən halda nəqli cümlənin xəbəri ola bilər. 3-ü yalnız xəbərə aid eləyə bilərəm. Çünki bu əmr şəklində olanda nəqli cümlənin xəbəri ola bilmir. İstənilən halda sözün kökü sabit qalır. Bu hər ikisinə aid fikirdir. Yoxladığında da sözün kökü sabitdir. Qaçırda da sözün kökü sabitdir. Tərkibində 2 leksik şəkilçi ola da bilər, olmaya da bilər. Bu heç birinə aid fikir deyil. Hər ikisində istənilən halda bir dənə leksik şəkilçi olacaq. Cavab olar A variantı. Sonra hansı cümlələrdəki cümlə üzvlərin arasında şəxsə görə uzlaşma əlaqəsinin göstəricisi yanlış göstərilib. Burada barı arzu şəklindəki feil nədir? Ədat varsa bu A, K şəklindədir. Yəni bir dənə K olmalı idi. Bir səhvdir. Hamısı elə indicə qapıdan çölə çıxsındı. Deməli, 2 səhvdir. Mən onunla çoxdan tanışam. Amdır bu, düzdür. Gərək arzu ədatıdır. Gözləyəm mıdır. Burada 1 ilə 2 səhvdir. Gözlə də kökdür də, ya da bitişdirəcək. Nəsə belə. 92-də daha doğrusu. Hansı nümunədə bağlayıcı yalnız həmcins cümlə üzvlərini bağlamışdır? Yığıncaqlarda onu stol başında və ayaq üstə durub açarı mürəkkəb qabına döyən, sükut istəyən görərdi. Burada həmcins üzv yoxdur. Var əslində bağlayıcı ilə bağlayıb. Görərdin, necə görərdin? Sükut istəyən, açarı mürəkkəbına döyən. Bu da yığıncaqlarda onu stol başında və ayaq üstə durub.
açarı mürəkkəb qabına döyən, belə hamısı bir yerdə. Buna görə hamısı bir yerdədir. Yəni ki, bağlayıcı buranı bağlayıb. Onlar da ki, müstəqil şəkildə cümlə üzvü deyil. A səhvdir. Bir səhvdir. Ona görə bir çıxdın. Ayın və bu həftənin birinci günləri. Hamı daha tez yorulurdu. Ayın birinci günləri, həftənin birinci günləri. Deməli, burada ismi birləşmənin aslı tərəfi sadalanıb. Elə də olanda biz onu ayrıca həmcins üzv saymırıq. 2 səhvdir. Cavabımız qalar C variantı. Həm ipək, həm də dəri istehsalı indi geniş yayılıb. Yenə də ismi birləşmənin aslı tərəflərinin sadalanması var. Onlar həmcins üzv sayılmır. Hər işə gedər. Suyumuzu da, çörəyimizi də hazırlayaq. Nəyi? Suyumuzu, çörəyimizi. Bunlar tamamlıqlardır. Deməli, 4-də var. Bağlayıcı da tamamlıqları bağlayıb. Həmcins tamamlıqları, xəbərləri yox. Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır. Kim Nəsrəddin, nə də onun sözünü eşidirdi. Yenə də nə də həmcins xəbərləri bağlayıb. Cavab olar C variantı həqiqətən də. Deyir ki, verilən nümunədə işlənən köməkçi niksəni ardıcıllıqla göstərin. Biçin üstü sümbül biçən oraqlar elə bil ki, modal söz, müqayisə bildirir, ona görə vergülü yoxdur. Sənin üçün qoşmadır. Sonra evi satmaq məqsədi ilə qoşmadır. Müraciət etsə də, burada ədat da var. Biz necə tapacağıq bunu? Modal sözlə başlayacaq deməli. Modal sözlə başlayacaq. Qoşma, ədat. Bura qədər gəlmişik. Hər kəs şalın bir bacadan soxurdu. Nə gözəl ədat. Başqası da bağlayıcı falan yoxdur burada. Deməli, cavabımız olar C variantı. Verilən nümunənin təhlilə bağlı doğru fikirləri. Binnət xəcalətindən Ağarəhmin üzünə baxa bilmirdi. Nə edirdi? Baxa bilmirdi. Nəyə Ağarəhmin üzünə? Kim, Binnət, nədən? Niyə xəcalətindən? Nə baş verəcəyini gözlərdi. Nə edirdi? Gözlərdi. Nə baş verəcəyini. Həmcins xəbərli sadə cümlədir. Bəli. Xəbərlərin quruluşu eynidir. Bəli. Hər ikisi sözlə ifadə olunub. Deməli, düzdür. Çıxışlıq hallı isim xəcalətin səbəb zərfli rolundadır. Düzdür. Budur da çıxışlıq hallı isim. Və cümlənin də səbəb zərfli idi. Yer zərfli ismi birləşmə. Burada yer zərfli yoxdur. Tamamlıqdır bu. 3 səhvdir. Fe'l sifət müstəqil olaraq tamamlıq rolunda çıxış edib. Burada verəcəydin sözüdür fe'l sifət. O da deməli müstəqil şəkildə tamamlıq deyil. 4 səhvdir. Xüsusi isimlərdən biri müstəqil cümlə üzvüdür. Nədir? Xüsusi isimlərdən biri. Binnət. Bir də Ağarəhim. Xüsusi isimlər bunlardır. Onlardan biri müstəqil cümlə üzvüdür. O da Binnət mübtədadır. 1-2-5 cavab olar A variantı. Müxtəlif cümlələrdə yer alan yer zərfliklərlə bağlı hansı fikir istənilən halda ortaq cəhətdir? Qoşmalı sözlə ifadə olunmayıb. Yer zərflikləri qoşmalı söz ifadə oluna bilər əslində. Niyə olmasın? Məsələn, şəhərə tərəf getdi. Haraya? Şəhərə tərəf yer zərfliyidir. Qoşma ilə ifadə olundu. Sintaktik əlaqədə yalnız aslı tərəfdir. Bu da səhv fikirdir. Çünki böyük şəhərə getdi. Haraya getdi? Şəhərə. Hansı şəhərə? Böyük. Burada zərflik həm aslıdır, həm əsasdır. Deməli, B-də səhvdir. Təyinlə olanda əsas olur. Başlanğıc formada olan sözlə ifadə olunmayıb. Bu da səhv fikirdir. Məsələn, bura gəl. Haraya, buraya deyə bilirəmsə, deməli, bura sözdə başlanğıc formadır. Bura gəl. Belə. Bu yer zərfliyidir. Çünki buna haraya sualı verə bilirəm. Və başlanğıc formadır. Haranın sualına cavab ola bilməz. Haranın sualına cavab ola bilməz. Çünki bu tamamlığın sualıdır. Fe'li bağlama ilə ifadə olunmayıb. Bəli, yer zərfli fe'li bağlama ilə ifadə oluna bilməz. Bu doğru fikirdir. İstənilən halda ortaq cəhətdir. Əməli yazılarla bağlı yenə
Cədvəldən bütün uyğun fikirləri müəyyən edək. Çıxa-çıxa gedək. Akta aid olsa da protokola aid deyil. Dövlət əhəmiyyəti ola bilər. Hər ikisi dövlət əhəmiyyəti daşıyır. A-nı çıxaq, D-ni çıxaq. Yoxlama müddəti həm rəqəm, həm də hərflə qeyd olunur. Protokolun yoxlanma müddəti yoxdur. Protokolda yoxlama müddəti deyilən bir şey yoxdur. Yoxsa var? Yox. 2-ni götürək. Onsuz 2-ni götürməkdən başqa şansımız qalmamışdı. Arayışa aid olsa da ərizəyə aid deyil. Yazılma tarixi sonda deyil, əvvəldə göstərilir. Ərizəyə aid deyil. Ərizədə deməli bu həqiqətən də sonda göstərilir. 3-ü götürdüm. Araçda da əvvəldə. Araçda ştampın üzərindədir tarix. Möhür qoyuları onun üzərində yazılır. Bu əməli yazı hər hansı bir təşkilat tərəfindən verilir və cinayət işi ilə də bağlı ola bilər. Ərizə təşkilat tərəfindən verilmir. Ərizəni özümüz yazırıq. Buna ərizəyə aid deyil, arayışa aiddir. Həqiqətən təşkilat tərəfindən verilir ki, filan kəs burada işləyir, belə bir şey. 2, 3, 4 B olar. B-dir burada. Düzgün fikri müəyyən edin. Numerativ sözün yerində işlədilməməsi leksik normanı pozmur, səhv fikirdir. Pozur. Məsələn, 5 baş ailə deyirsənsə, leksik norma pozuldu. Çatışmazlıq sözündə qrammatik yox, fonetik norma pozulmuşdu. Heç bir norma pozulmayıb. Əgər 2 dənə mama olsaydı, çatışmamazlıq olsaydı, qrammatik normanı pozardıq. Biz kitab aldıq cümləsində isimdən əvvəl bir sıra sözünü artırsaq, qrammatik norma pozulmaz, yanlış fikirdir. Bir sıra cəmlə işlənir. Burada gərək onda kitablar cəmdə olaydı. Yuxu şirin, həyat acı, yatmışsanmı, oyaqsanmı, ey ruhumun ehtiyacı, gözlərimə çıraqsanmı? Nümunəsində heç bir norma pozuntusu yoxdur. Bəli, ümumiyyətlə şeirlərdə norma çox az pozulur. Bir də inversiya var orada. Qrammatik norma şeirlərdə tez-tez pozulur, amma leksik norma, fonetik norma elə çox pozulmur şeirdə. Alçaq təpələrdən də bizim kəndimiz görünür cümləsində leksik norma pozulmuşdu. Pozulmuyor. Əslində belə fikirləşirək ki, təpə onsuz alçaq olar. Amma yəqin təpənin də alçağın da alçağı var da. Ona görə bu da səhv fikirdir. Nümunədə buraxılan durğu işarələri ilə bağlı doğru fikir müəyyən edin. Ev sahibindən çox razı qalan Harun Ər-Rəşid üzünü ona tutub dedi, qoşa nöqtə, ey Əbülhəsən, mənə etdiyin hörmətdən çox məmnun qaldım. Burada da indi ya nidadır, ya da nədir, nöqtədir. Buraxılan sonuncu durğu işarəsi cümlə ortasında işlənə bilər. Hər ikisi, yəni həm nöqtə, həm də nida işlənə bilər. Nöqtə necə olar? Məsələn, M, F, Axundov ad qısaltmalarında bu durğu işarəsi sayılır. Nida da necə olar? Xitabdan sonra nida qoya bilərik. Müqayisə edilən varlıqları daha qabarıq nəzərə çarpdırmaq üçün işlənə bilər. Tire işlənə bilər. Məsələn, ana haqqı, tanrı haqqı müqayisə olunan varlıqlar. Tərkibində sual ədatı olan cümlələrin sonunda qoyula bilər. Məsələn, görürsənmi? Yox. Başın ağrıdımı? Bayaqçı nümunə. Başın ağrıdımı? Dərman iç. Nöqtə qoya bilərsən. 3-ü də götürə bilərik. Sadə cümlənin həmcüz üzvləri qrup-qrup sadalandıqda istifadə olunur. Yox, qrup-qrup sadalananda ya qoşa nöqtədir, ya da nöqtəli vericidir. Bu 4 səhv fikirdir. Burada cavab yoxdur. Bunun cavabını E verib, amma 3 də səhv fikir deyil. Hansı nümunədə ilk söz, yəni mən səhv qəbul eləmirəm. Hansı nümunədə ilk söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? Yalçın, sən bizim ən öndə gedən şairin. Bunun mübtədası var. Yalçın deməli istənilən halda xitabdır. Mahir ovçulardan birini axtarırdı. Bu xitab olsa gərək bunun vergülü qoyula. Bu da çətdir. Habil Sabirlə gedərsən qoruğa. Kimi ilə? Habillə Sabil. Bu Habil ya tamamlıqdır, ya xitabdır. Yəni istənilən halda bu mübtəda ola bilməz. Bunun mübtədası səndir. Oğlum, sən və Murad eyni şeyi təkrar edirsiniz. Bir də oğlum.
Sən və Murad eyni şeyi təkrar edirsiz. D olar. Mehriban, səmimi münasibətdən kim qaçar? Mehribanı mübtəda kimi düşünmək olmur. Burada mübtəda kimdir çünki? Kim? Mehriban, səmimi münasibət. Ya bu təyindir, ya da bu xitabdır. Başqa heç nə deyil. Klasteri tamamlayan fikri seçin. Oqtay bəyin fikirləri ilə razılaşmadığını bildirdi. Bunu iki cür deyir ki, cümlədə mürəkkəb ad yoxdur. Aha, ad yoxdursa bu ipucudur bizə. Yəni demək istəyir ki, belə olmalıdır. Oqtay bəyin fikirləri ilə razılaşmadığını bildirdi. Nə etdi? Bildirdi. Kim Oqtay nəyi bildirdi? Bəyin fikirləri ilə razılaşmadığını. Cümlədə mübtəda ola da bilər, olmaya da yox. Bu səhv fikirdir. Çünki bizə konkret bunu göstərir ki, mürəkkəb ad yoxdur. Xəbər sintaktik əlaqədə yalnız əsas tərəfdir. Xeyr, həm aslıdır, həm əsas. Tamamlıqla aslıdır, mübtəda ilə əsasdır. Deyəsən yerin səhv dedim. Tamamlıqla aslıdır, mübtəda ilə xəbər tamamlıqla əsasdır, mübtəda ilə aslıdır. Cümlə üzvləri arasında uzlaşma əlaqəsi olduğunu dəqiq demək mümkündür. Bəli, bu doğrudur. Oqtay dəqiq mübtədadır, bu da ki xəbərimdir. Onların arasında uzlaşma əlaqəsi mütləq var. Fe'li birləşmənin tərkibində xüsusi isim ola da bilər, olmaya da səhvdir. Yəlik hallı söz müstəqil cümlə üzvüdür. Burada yəlik hallı söz bəydir. O da müstəqil cümlə üzvü deyil. Bu qədər. Növbəti izahlarda görüşənə qədər hər hansı bir razılaşmadığınız məqam olarsa rəylərdə yazmağınızı xahiş edirəm. Xüsusilə yenə də deyəcəm, sintaktik təhlilə baxanlar razılaşmadığınız məqamları rəy bölməsində gözləyəcəm. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.